Salam əziz izləyicilər. Potensialist podkastının növbəti verilişində sizi salamlayıram. Bəziləriniz bəlkə eşitmisiniz, mən cavanlaşma biznesinə baş qoşmuşam. J1 platforması yaratmışam. Onu sosial mediada izləyə bilərsiniz. j1.live web saytını izləyə bilərsiniz. Mənim əsas məqsədim həyat keyfiyyətini yüksəltməkdir. Daha çox uzun ömürlük yox, bir çoxları isə bunu söz verir, amma bu yalnız Allahın əlindədir. Amma cavanlaşmanı söz verə bilərik. Bura daxili cavanlaşma, zahiri cavanlaşma, düzgün qidalanma və idman əlavə olunubdur və paketləşmiş şəkildə abunəliklə siz bunları ala biləcəksiniz yaxınlarda. Daxili cavanlaşmanı artıq ala bilirsiniz. Və mən bir neçə müddətdir Azərbaycanda ən yaxşı mütəxəssisləri bu istiqamətdə seçirəm və bugünkü qonağım məhz zahiri cavanlaşmada Azərbaycanda öz xüsusi və qabaqcıl metodikası ilə artıq bir çoxlarınızın tanıdığı Nurlan xanım Miyabidir. Babyface metodologiyası barədə bugün söhbət açacağıq. Qadınlar və kişilər necə daha cavan görsənə bilər və sizin bu metodologiyanın digər estetik, anti-age klinikalardan fərqi barədə danışacağıq. Xoş gördük sizi Nurlan xanım. Xoş gördük Fərhad bəy. Təşəkkür edirəm dəvətiniz üçün. Çox xoş oldu. Təşəkkür edirəm gəldiyiniz üçün. Mən ilk dəfə Nurlan xanımın yanına gələndə ilk olaraq özüm baxıram. Bu xidməti təqdim edən insan həmin bu xidməti özündə aldıqda hansı nəticələr verir? Çünki mən çox nəticə yönümlüyəm və əmin olmaq istəyirəm ki, vaxtımı itirmirəm. Pulu itirə bilərsən, qazana bilərsən, amma vaxtı itirəndən sonra artıq onu bərpa edə bilmirsən. Və mən adətən qadınlara bu sualı vermirəm Nurlan xanım, amma bu sualı sizə verməyə məcburam. Buyurun. Çünki mən sizin üzlərinizi görəndə mən düşündüm ki, hardasa bir 30-35 yaşları civarındasınız. Həqiqi yaşınız nə qədərdir? 51 yaşım var. 51 yaşınız var. Bəli. Və üzünüzdə fillerlər yox, yalnız öz metodologiyanızdır. Bəli Fərhad bəy, ümumiyyətlə fillerlərdən uzağam. Üzümdə heç bir müdaxilə yoxdur. Təbii babyface prosedurlarının metodikasını daha doğrusu uzun illərdir. Mən 28 yaşından başladım sonra, 28-dən sonra dərimə qulluq eləməyə və nəzərinizə çatdırım ki, genetikam da belə pis deyil əslində. Ancaq nə qədər də genetik olsa düzgün yanaşma, düzgün qulluq, dərinin dərin qatlarına lazımlı mikroelementləri çatdıranda çalışırıq ki, bu yaşda özümüzü qoruyaq. Təşəkkür edirəm Nurlan xanım. Siz necə gəldiniz ümumiyyətlə bura? Sizin əvvəlki təcrübəniz, oxuduğunuz universitetmi, necə gəldiniz bu yola çıxdınız? Babyface-i necə aşkar elədiniz? Necə tapdınız bunu? Uzun müddət öncə əlbəttə mənim iki tip təhsilim var. Biri orta tip təhsilidir, biri ali tip təhsilidir. Və bu metodikaya gələndə düşündüm ki, ilk növbətə kosmetologiyanı çox sevirdim. Amma hansısa bir know-how yaratmaq istəyirdim hər zaman. Bu know-how da mütləq, yəni heç bir fəsadı olmadan xanımları gözəlləşdirməkdir. Əsasən gözəllik deyəndə nəyi nəzərdə tuturuq? Mənə görə o üz dərisinin gözəlliyidir və təbii ki, başqa cizgiləri indi o hər kəsə Allah Taala bir cizgilər verir. Amma ən əsas dərinin keyfiyyətinin gözəlliyidir. Və bilərək ki, əslində 20 ildir biz bunu babyface metodikasını yaratdıq. Düşündüm ki, necə eləyim ki, kosmetoloji digər prosedurlardan fərqli olsun. Dediyim kimi bir know-how olsun. Və bu metodikanı yaratdım. Bu metodikanı yaradanda uzun illər xarici ölkədə yaşadım, orada çalışdım 9 il və artıq düzdür, orada onun adı babyface deyildi, Xurşud Banu idi. Çünki oradan da çox pasiyentlər hələ də bura gəlir. Biz artıq Bakıda bunu babyface metodikası kimi yaratdıq. Bildiyiniz kimi uşaq siması, uşaq dərisi. Yəni bu yanaşma həm kişilər üçün, həm qadınlar üçün keçərlidir, yoxsa qadınlar üçün ayrıca proqramdır, kişilər üçün ayrıca nəsə olmalıdır? Bu ümumiyyətlə hər iki həm qadınlar üçün, həm bəylər üçün keçərlidir. Lakin bəylərin dərisi fərqli olduğu üçün fiziologiyada daha belə deyim qalın,
daha məsaməli, daha çox biz rast gəlirik də. Bəzi bəylərdə görürsüz quru nazik dəri də olur, istisna deyil. Onlara özəl bir formulalar seçərək yanaşma edirik. Əsas rakursumuzu xanımlarla işləyirik, amma indi son dövrdə bəylərlə də işləməyə başlamışıq. Yəni bəylərin dərisi daha mı çətindirmi işləmək üçün, yoxsa daha asandır qadınlarla müqayisədə? Yox, düşünürəm ki, daha çətindir. Çünki elə elementarını biz baxanda ki, taraşdan sonra bəylər şikayət edir ki, dərim quruyur, qızarır. Məsələn, hamamdan çıxandan sonra yanma verir. Ancaq aftershave istifadə edirlər. Amma lipid mantiyasını necə qorumağını onu bilmirlər. Hətta Formen alırlar, istifadə edirlər hansısa bir krem, sadəcə nəmləndirir, amma o qızartını götürmür. Yəni diskomfort qalır. Tamam. Mən metodologiyanı biraz daha dərindən istəyirəm ki, tamaşaçılarımıza izah edək. Bəli. Siz daha çox dəri, dəzəllərdir, fasiyadır, siz üzdən işləyirsiniz də daha çox. Sonra da onu müqayisə edək klassik anti-age inyeksiyon təbabətlə. Nəyin üzərində fokuslanır sizin metod? Fasiyadır, əzələlərdir, dərinin nəmləşdirməsidir. Metodun əsasında, kökündə duran nədir? Kökü əlbəttə ki, bu əzələlərdir, mышцalardır. Bu mütləqdir. Çünki əgər əzələlər tonusda olmasa, heç bir karkasdan söhbət gedə bilməz. Yəni binanı tikəndə ilk növbədə necə fundamentini tikərsənsə, bir o qədər möhkəm olar. Bina deyəndə nəzərdə tutduğum üz dərisidir. Üz dərisinin mütləq fascialarına təsir eləyirik və mioderma proqramını tətbiq edirik. Mio, yəni üz əzələləri, mышцы, derma, yəni dərimizin karkası. Hansı ki bizim əgər dermalni sloyumuz daha möhkəm olsa, bizim mütləq çənə xəttimiz, yanaq xəttimiz, yəni bu hissələri, almacıqları nəzərdə tuturam, daha belə deyim, çotki və daha gözəl olar. Bu mütləqdir. Çünki əgər biz sadəcə üzdən müdaxilə eləsək, əgər bu klassik masajdırsa, Fərhad bəy, klassik masajdan belə nəticələr almaq mümkün deyil. Yəni bizim səhifədə olan nəticələr. Mütləq ki, biz orada əzələlərə müdaxilə eləyəndə, hətta mənim pasiyentlərimin içində hansı ki, ali dərəcəli həkimlərdir, deyir, Nurlan xanım, hərdən belə bir zarafat eləyir ki, heç aparat bu dərinliyə nüfuz eləyə bilmir ki, siz əllə nüfuz eləyirsiniz. Və orada əzələlərdə olan blokları biz aradan qaldırırıq. Əzələdə oradan gərginliyi aradan qaldırırıq. Damarlarda olan qan axımını düzgün istiqamətlənib, onu daha da sirkulyasiyasını gücləndiririk. Çünki 3 dənə qızıl qayda var. Dəri cavanlaşmasının 3 qızıl qaydası var. Mən buradan tamaşaçılara səslənirəm. Birincisi, dərinizdə qan dövranını bərpa eləyəcəksiniz. İkincisi, əzələlərinizi tonusda saxlayacaqsınız. Əzələləriniz möhkəm olmalıdır. Necə ki, idmana gedib bədən əzələlərinizi işləyirsiniz, üzdə elə. Üçüncü də mütləq limfa attok. Yəni limfalarda elə bir limfaları işləməlisiniz ki, attok olsun. Yəni ödəmlər getsin üz dərisindən. Bu çox vacibdir. Çünki əgər sizin üzünüzdə ödəm varsa, şişkinlik varsa, orada bütün metabolizm dəridə olan və dərinin immun sistemi deyilən bir şey var. Necə ki, bədənimizin immuniseti var, dərimizin də immuniseti var. Onu mütləq saxlamaq şərtdir. Ümumiyyətlə, insanın üz dərisi niyə qocalır? Nə təsir edir bu qocalmaya? Özümüzü nədən qoruyaq? İlk növbədə mən deyərdim turşulama prosesləri. Bu, hüceyrələrdə gedən oksidativ proseslərdir. Turşulama prosesləri haçan baş verir? Adətən bu baş verir 28 yaşdan sonra. Stres, mən birinci sırf onu vurğulayardım. Təbii ki, alkoqol, təbii ki, nikotin və ən əsas günəş. Mən hələ də o xanımları başa düşmürəm, hansı ki 5-6 saatda günəşin altında keçirməyi özünə bir gözəllik bilir. Həqiqətən mən başa düşmürəm. Çünki inanın bir neçə saat günəşdə keçirtmək 8 ay sizin qocalığınızı daha da tezləşdirir. Bəli. Və nəzərə alsaq ki, əgər günəş vannası qəbul eləmək istəyirsinizsə, dəyərli izləyicilər, qəbul eləyin saat 11-dən 1 radələrində 20 dəqiqə. Bu olar sizə hansısa müəyyən bir vitamin D ala bilərsiniz. Ancaq yenə deyirəm, günəş kimi öncədən qocalma DNK-ya təsir edən bir şey yoxdur.
Mən bir çox ABŞ podkastçılarına qulaq asıram, Huberman'a, Bəli. Peter Attia və onlar dünya şöhrətli dermatoloqları gətirirlər podkastlarına. Hı -hı. Demək olar ki, konsensus var, yəni günəşdən qorunmaq lazımdır. Hı -hı. Lakin harda yoxdur konsensus, hansı tip qoruyuculardan istifadə etmək Hı -hı. lazımdır? Mineralmı, yoxsa kimyəvi qoruyuculardan? Sizin fikriniz nədir? Əgər biz günəşdən ən yaxşı fiziki qorunmadır, Hı günəş -hı. altına çıxmamaqdır belə Bəli, bəli. baxanda, amma bu da mümkün deyil də. Yəni insanlar işə gedir, qayıdır, Hı yəni -hı. ki, daim olaraq günəş altındadır. Sizin fikriniz nədir? Yəni ki, günəşdən qorunma kremləri perspektivindən mineral kremlər yaxşıdırmı, yoxsa kimyəvi kremlər yaxşıdırmı? Nə seçsinlər insanlar özlərinə? Mən düşünürəm ki, ümumiyyətlə günəş kremini daimi istifadə etmək lazımdır. Mən bunun tərəfdarıyam. Günəş qoruyucu kremlər iki filtrli olur. Fiziki filtrli və kimyəvi filtrli. Təbii ki, fiziki filtrini mən üstün bilirəm. Sadəcə olaraq o xanımlar ki, istəmirlər ki, üzlərindən tez-tez yuyulsun bu günəş qoruyucu krem. Çünki fiziki filtr istifadə edəndə 2 saatdan bir onu yeniləməlidirlər. Ancaq elə xanımlar var ki, onu sevmirlər, kimyəvi filtrli istifadə edirlər. Ancaq fiziki filtrinin fərqi odur ki, o günəş şüasını dəridə qəbul eləyir və onu güzgü kimi əks etdirir. Hı -hı. Yəni sizin dəriniz heç bir yanma, soyulma, qızartı əmələ gəlmir. Çünki fiziki filtrlidir. Amma kimyəvi filtrlərdə aşoklar mövcud olur. Hı -hı. Mən sadəcə onu Azərbaycanda görmədim. Bu fiziki baryer sink əsaslı filtr. Sink oksid. Sink oksiddir də səhv etmirəmsə. Onun Titanium oksid də var. yaxşı yayılanı Hı -hı. çətin tapılır. Yəni səbişi sifətində belə bir ağ bir plonka kimi yaradır onlar. Mən sizə elə bir krem verərəm ki, fiziki tərkibli, filtrli. Həqiqətən neçə ildir onu istifadə edirəm. Ən sevmədiyim şey də sizin sözünüzə qüvvət ağ plonkadır. Qətiyyən plonka qoymayacaq üzünüzdə. Əksinə dərinizə çox belə incə zərafət və parlaqlıq verəcək. Ya gəlin burada biraz kişi və qadın psixologiyasından danışaq və ayıraq. Biz kişilər bir xeyli tənbəlik. Ya dediyimiz kimi after, yəni əgər saqqal varsa saqqalı qırxırıq, təraşdan sonra bir krem vururuq, bu ilə də bitir. Ya sizin fikrincə minimum baxım nə olmalıdır kişi üçün ki, onun üz dərisi heç hələ yəni evdə nə edə bilər ki, onun üz dərisi yaxşı olsun və sonra da qadına keçərik. Minimum kişi üçün nədir? Minimum nəmləndirici deməyəcəm, çünki bu çox banal səslənilir. Bunu zaten bilirlər. Kişilər üçün ən sevdiyim bir usul balansing formuladır. Balansing formula bu normal və qarışıq dəri üçün olan kremlardır. Bunlar yağ-su balansını 50-50 nisbətdə saxlayırlar. Yəni sizin dəriniz nəm olur, amma parıldamır. Çünki çox kişi, bəylər sevmir ki, üzündə bir parıltı olsun. Amma eyni zamanda mat, baxımlı və nəmli olur. Balansing formulu olan kremləri tərkibi, onlar elə də adlanırlar. Yəni onlar istənilən bir mağazada, kosmetik mağazada satılır, yoxsa onlar yalnız sizdə satılır? O bizdə də var. Hansısa müəyyən bir firmalara müraciət eləsələr, xaricdə də onlar var. Bir də ən əsas seçsinlər o kremləri ki, orada NMF faktoru var. Buna çox diqqət etməyini istəyərdim. Hərfləri bir də təkrar edin. Nurturing Moisturing Factor, NMF faktorlu kremlər. Maraqlıdır. Bu çox gözəl bir təsir eləyir və dəriyə sağlam görüntü bəxş edir. Bu ən əsasdır. Deyək ki, kişi səhər oyandı, üzünü qırxdı. Sonra onun üzərinə nəmləndirici krem edir. Sonra bunu mu edir, yoxsa yalnız bunu və sonra SPF edir, yəni günəşdən qorunma kremi. Bu bəs edirmi? Səhər əgər bir bəy yuxudan durdu, mütləq üzünü yusun. Əgər axşam yudusa artıq gellə, səhər ehtiyac yoxdur. Yuyandan sonra əgər nəmləndirici kremi varsa, onu çəksin. Ancaq mən daha çox məsləhət görərdim. Balansing formulu bir krem çəksin. Üstündən 1 saat, yarım saat keçəndən sonra çölə çıxmadan 15 dəqiqə öncə əgər ehtiyac varsa, nazik qatla günəş qoruyucu kremi çəkə bilər. Ümumiyyətlə günəş qoruyucu kremi çıxartmasınlar rutinindən.
Həm ləkələrdən qoruyacaq, həm xırda qırışların qarşısını alacaq. Ancaq yenə deyirəm, bütün günəş qoruyuculara bunu şamil eləmirəm. Çünki bir çox günəş qoruyucular marketinq adı ilə tərkibi çox zəifdir. Ancaq işləyən tərkiblərə üstünlük verin. Bu çox vacibdir. Bir neçə dənə markanı deyə bilərsinizmi? Hansına güvənə bilərlər fikrinizdə varsa? Onlar əlbəttə ki, bəyəndiyim çox az markalar var. Onu deyə bilərəm. Biri Isis Pharmadır. Bunun markası yaxşıdır. Günəş qoruyucusu ACM şirkəti. Bundan istifadə eləyə bilərlər və Miladoopusdan istifadə eləyə bilərsiniz günəş qoruyucusundan. Belə bəyəndiyiniz NMF faktorlu o kosmetikada nə məsləhət görə bilərsiniz kişilər üçün? NMF kosmetika deyil. Bu bir brend deyil. Brend deyil. Brend deyil. Bunun istehsalçısını bu sadəcə maddədir ki, üstündə yazılır. Bu olur elə bir firmalarda neçə illər öncə Dermalogikada var idi belə bir kremlər. Düzdür, onların məhsullarını mən çox da bəyənmirəm. Çünki bir dəfə onların tərkibini oxuyanda mineral oil görəndə mən dedim stop. Niyə görə? Çünki mineral yağlı olan kremlər ümumiyyətlə mineral yağlarını çoxdan qadağan eləyiblər. Necə ki gidroxinonu. Gidroxinon nömrə 1 idi ləkə ağart, pigment ləkənin açılmasında və orada hətta ortofosfor turşusu var idi. Mən biraz bu işin içində olduğum üçün bu maddələri yaxşı bilirəm. Ona görə Dermalogikada mineral yağ ümumiyyətlə olmamalıdır. Çünki mineral yağ porunu, məsamələri tıxlaşdırır və qan dövranını pozur, eyni zamanda dəri nəfəs almır. Hər yerdə ki, dəri nəfəs almır kremlə. Məsələn, görürsən krem çəkirsən və plotnu üzvə oturub da, bəzi vaxt üst tərləyir. Bu xüsusən günəş qoruyucu kremlərə aiddir. Deyirlər Nurlan xanım, biz çəkirik, üzümüz tərləyir. Deməli, həm o çox qatıdır. Bir də çox nazik qatla onu çəkmək lazımdır. Ümumiyyətlə elə kremlərdən ki, hansı ki üst tərlədir, ondan qoruyun. Onlar alladıcı ola bilərlər, yəni necə yağlı göstərə bilərlər üzünüzü. Amma onların effekti, müalicə effekti və nüfuz eləməyi dərinin dəri qatlarına böyük sual altındadır. Yəni ki, bu gün əgər kişi gedib özündə nəsə bir bu minimum komplekti sifariş edəcəksə, siz qoruyucu kremi məsləhət gördünüz. Bəs hansı nəmləndirici kremlər, brendlərini nisbətən bəyənirsiniz ki, onlar rahat şəkildə getsinlər, alsınlar, qoysun. Əlbəttə ki, sizdə də ala bilərlər, mən sizdən alıram. Bəli. Yəni ki, amma deyək ki, sadəcə internetdən almaq istəyir ya da başqa yerdən almaq istəyir. Hansını məsləhət görərdiniz kişilərə? Ala bilərlər, məsələn, nəmləndirici kremlərdən. Əlbəttə, mənimkilər olan özəl bir formuldur. Orada bir dəsti xət var ki, neçə problemi həll eləyir və orada daha çox xam mala mən üstünlük verirəm. Hansına ki, şirkətlər üstünlük vermir, ekonomiya eləyirlər. Ancaq əgər internetdən söhbət gedirsə, Estedermdən ala bilərlər. Çox yaxşı nəmləndirici kremləri var və bayaq da sadaladığım kimi Isis Pharmanı çox bəyənirəm. Çünki Isis Pharma kosmetika başqa şeydir, kosmetsevtika başqa şeydir. Kosmetsevtika bu artıq müalicə edən kremlərdir. Amma o kremlər ki, deyəcəm buradan Dior, Chanel, Estée Lauder, onlar kosmetikadır. Onlar kosmetsevtika deyil. Ona görə o sadaladığım kremlərdən alıb istifadə eləyə bilərlər. Yəni yaxşı nəticə görə bilərlər. Əla. Mənim izləyicilərim yarısından çoxsu qadınlardır. Biri də mən. Təşəkkür edirəm. Bəli, biri də mən. Mən istəyirəm onlar üçün də bəzi nüansları toxunaq. Mən bu bazarı araşdırıram və görürəm ki, qadınlar invaziv metodlara elə bir ki, üstünlük verir. Həqiqətən invaziv metodlar daha mı effektivdirmi, yoxsa daha mı tez nəticə verirlər? Niyə görə bütün dünyada tendensiyanı görürəm ki, hamısı invazivdən çəkilir. Bəli, elədir. Ya lazerə gedirlər. Bu da əslində biraz yavaşıyır lazer texnologiyaları, çünki bir xeyli zədələyir. Daha çox dediyimiz metoda yaxın, sırf üstdən peptidlər falanlar bunun üzərinə gedirlər. Amma Azərbaycanda qadınların əksəriyyəti mezo olsun, mən ümumiyyətlə mezonun elmi araşdırmalarını oxumuşam, heç birinə əhəmiyyətini görməmişəm. Bəli, mən də oxumuşam. Bu bir hissəsi də deyək ki, hyaluronic acid, adı necə gedir? Giluronova kislota, gilurun turşusu. Hialuronik asid. O da botoks deyəndə gəlin bir-bir onları araşdıraq. İlk öncə qadın olaraq mənə həm izləyicilərimizə bir
perspektiv göstərin. Həqiqətən invazivlər daha effektivdir, daha tez nəticə verir deyəni qadınlar ona gedir, yoxsa iynə olduğuna görə düşünürlər ki, bu necəsə daha dərindən təsir edir, daha effektivdir. Sizcə nədir səbəb? Mən düşünürəm ilk növbədə bu mənim subyektiv fikrimdir. Bu səhv fikirdir. Nəyə görə səhv fikirdir? Yəni iynənin dəriyə müsbət təsiri. Neçə illik təcrübəmdə və gündə hər gün onlarla xanım qəbul edən bir mütəxəssis kimi mən hələ elə bir üz görmədim ki, inyeksiyadan çox gözəl görsənsin. Əgər elə bir üz görsəydim, məni tanıyanlar bilir ki, bir işi bəyənsəm mütləq onu qabardıram, kimliyindən asılı olmayaraq. Mən hələ deməmişəm bir pasiyentima ki, "Vau, üzün nə gözəldir, bunu harda eləyibsən?" Əksinə, baxın, inyeksiya ancaq bir iş görür, real. Bunu mən çəkinmədən deyəcəm və söyləyirəm, şişirdir. Bunu savadlı insanlar, mənə baxan insanlar mənimlə razılaşacaq. Çünki giluron turşulu olan inyeksiyalar bu dərin altına təzyiq olandan sonra межклеточный пространствоlar var. Yəni hüceyrələrin aralığından boşluqlar. Oradan suyu çəkir özünə. Bu sübut olunan bir şeydir. Və o yerdəki giluron var. Onun üstünə gəlir o su təzdən və üz başlayır şişməyə. Sonra gəlib deyirlər ki, Nurlanə xanım, mənim o gənclik üzümü qaytar. Bu adutlavatis olmasın. Üzr istəyirəm, mən rus dilində bunu ifadə elədim. Adutlavatis, yəni şişkinlik olmasın. Burada asimetriya baş verir və s. Və bilirsiniz, mən nəyə təəssüf eləyirəm? Çox təşəkkür eləyirəm sizə ki, bu mövzuya toxundunuz. Mən burada bunu deyəcəm. Mən təəssüf eləyirəm ki, marketoloqlar elə bir siyasət yeridiblər ki, insanlara krem təsir edə bilməz. Krem işləyə bilməz. Ancaq iynə işləyə bilər. Bu tamamilə səhv fikirdir. Dəyərli izləyicilər, neçə dəfə gəlirsiniz və deyirsiniz, Nurlanə xanım, üzünüzə neyinibsiz ki, belə qalıbsınız bu yaşda. Mən öz metodikamı eləyirəm, öz düzgün ardıcılığımı eləyirəm. Bugün hər kəs kollagendən danışır, Fərhad bəy. Amma heç kəs pepsiddən danışmır. Niyə? Əslində kollagen bizim stроительный materialımızdır. Amma bütün bu kollagen kremləri var ha. Onların heç biri dəriyə nüfuz eləmir. Heç biri. Kollagenlə əgər zənginləşdirmək istəyirsən bədənini, üzr istəyirəm, peksinli tərkibli jeleyni onlardan istifadə elə, xaş istifadə elə, yaxşı atvar, bulyon istifadə elə, bu belə. Kollagen və kremdən sən kollagen almayacaqsan, amma pepsidlərdən və onların növü bir neçə də çoxdur da. Siz həm botoks effekti alacaqsınız, qırışlarınız açılacaq tədricən, həm dəri keyfiyyətiniz düzələcək, həm də pepsidlər o qədər xırdadır ki, onlar iynə dərinliyində nüfuz eləyə bilir. İynə kim üçündür? Gəlir yanıma xanım, deyir ki, Nurlan xanım, mən üzlərim məni narahat eləmir, gözaltı panda dairələrim məni narahat eləmir, cavanlaşmaq istəmirəm, bu qırışı mənə tez açın. Onda deyirəm, xanım, siz səhv ünvandasınız. Qırışı açmaq istəyirsiniz? Buyurun, gedin, botoks eləyin, qırışınız dərhal yox, 14 gün içində açılacaq. Ondan sonra da həkiminiz sizə 1-2 həftədə sauna prosedurlarından qaçmağı tövsiyə eləyəcək ki, botoksunuz açılmasın. Bu işi mən görmürəm. Bu qədər rahat. Yəni, pasiyenti saxlamaq heç vaxt niyyətim olmayıb. Yəqin ki, özünüz də hiss eləyibsiniz. Bunu həm siyasət, qiymət siyasətimizdə, həm ümumiyyətlə pasiyenta biz təklif edilmiş xidmət, yəni üz qulluğu sizin sualınıza cavab olaraq, biz step by step dərini bərpa eləyirik, addım-addım bərpa eləyirik və dərin qatlarından bərpa eləyirik. Lay-lay dərini düzəldirik. Mən deyə bilərəm ki, yeni bir dəri heykəltaraş kimi əlimizlə düzəldib təhvil veririk. Sadəcə biz bunu bir kursa eləyirik. Bir kurs neçə müddət çəkir? Bir kurs biz 2 aya tam tamamlayırıq onu. Neçə dənə seansdır təxminən? 12-15 seans. 12-15 seans. O dərinin artıq tipindən asılıdır. Elə dəri var ki, çox doluğu inyeksiya olubdu, artıq asimetriyaya gedib. Bir də biz nəzərə alsaq ki, yer cazibəsi, gravitasyonlu ptoz var. Biz artıq 40 yaşdan sonra zaten yer cazibəsi var fizikada, gravitasiya var. Bu hər şey onsuz da yer çəkir bizi və başlayır sallanmağa.
Ona görə bu dolğulardan, bu inyeksiyalardan mən tərəfdarı deyiləm. Bu mənim yenə də subyektiv fikrimdir. Hər kəsin fikrinə də hörmətlə yanaşıram. Nurlan xanım, mən bildiyim qədərilə siz deyirsiniz üst çənə cərrahiyyəsində də çalışmısınız da Bəli, bura uzun gəlməmişdi. illər, uzun illər. Üzdə olan bütün sinirləri falanı yaxşı, məndən daha yaxşı anlayacaqsınız. Mən artıq 1 ildən çoxdur Azərbaycan ən yaxşı fitness treneri, neyrokinestezioloqu Səadət xanımla məşğul oluram. O hətta mənim buradakı üzümdəki 3 yaşımda aldığım bu yarandan belə necə bədənimə təsir edəcəyini görürəm. Və bizim üzümüzdə o qədər sinirlər var. Mənim inyeksiya ilə bağlı, məsəl üçün deyək ki, Gireron nisbətən təbiidir. Deyək ki, skulptor var, kollagen generatoru falan yaxşıdır. Amma bunu qırağa qoyaraq üzdə o qədər sinir var. Yəni ki, bu həkim hər dəfə səni inyeksiya edəndə, yəni sənin bu sinirə toxunmamaq ehtimalı perspektiv məni narahat edir. Mən neçə dəfə özüm də görmüşəm. Məsəl üçün görüşə gəlirsən və insanın sadəcə belə qaşları oynayır. Yəni ki, inyeksiya zamanı nəyisə zədələyiblər insanı. Bundan necəsə qorunmaq olurmu, yoxsa bu sadəcə ehtimal nəzəriyyəsi? Hətta yaxşı həkim də gecə tezi 1000 dənə inyeksiya vurandan sonra birində kiməsə yenə də səhv vuracaqdır. Yəni ki, bunun qarşısını almaq olar, yoxsa bu ehtimal həmişə var ki, hətta ən yaxşı həkim belə səni zədələyə bilər? Bu əslində belə deyərdim də. Həqiqətən də yaxşı həkimlərimiz çoxdur, yaxşı mütəxəssislərimiz çoxdur. Və onlar da belə bunu edə bilər. Çünki artıq pasiyent o qədər tez-tez müraciət eləyir. Elə insanlar var ki, bizi həkimləri də çox günahlandırmayaq. Yəni gəlir deyir, yox, yenə vur. Ya sadəcə həmin vaxtı həkim başa salmalıdır ki, bu artıq yeri yoxdur. Ya da ki, bir neçə dəfə inyeksiya olandan sonra mümkündür ki, hər bir mütəxəssisin əlindən, hətta mükəmməl həkimin əlindən belə iş çıxa bilər, əlbəttə ki. Bu heç kəs sığortalanmayıb bundan və biz nəzərə alsaq ki, orada bizdə o qədər belə deyim, podkojni jirovoy paketlər var. Hansı ki, vaxtı ilə düşürlər, burada niyə boşluqlar əmələ gəlir? Məsələn, o düşəndən sonra təzdən ora podkojni jirovoy paket heç kəs qoymur, düzdür, indi öz piyindən alıb nəyisə müdaxilə eləyirlər. Amma inanın ki, ondan sonra da belə gəlirlər, yenə asimetriyalar var. Ona görə mən düşünürəm ki, ən gözəli, dəyərli izləyicilər, 28 yaşından sonra bizdə bioloji qocalma baş verir. Bu tipdədir. Amma mənim öz nəzəriyyəm bu 34-dən sonra baş verir. Bu illərin təcrübəsidir. Ona görə ən düzgün, siz düzgün ev qulluğu və düzgün kosmetoloqunuzu seçəsiniz və illərdir kimə ki üzünüzü əmanət eləyibsiz. Əgər razısınızsa, elə o ilə də davam eləsinlər. Yəni tez-tez dəyişməkdə. Mən daim olaraq ki, bütün bu sahəni də araşdırıram və mənə alqoritmlər hər zaman hansı bir kosmetoloqu çıxarır da, Instagramda, TikTokda. Və əksəriyyətində çağırış odur ki, yəni onlar xanımları çağırırlar, bəylər necəsə biraz çəkinirlər də bundan. 25 yaşından sonra botoks vurmaq lazımdır. Gəlməyə botoks nədir aydınlaşdıraq, onu həqiqətən vurmaq lazımdır, aydınlaşdıraq və nə vaxtdan, əgər vurmaq lazımdırsa, nə vaxtdan sonra. Hamımız botoks deyirik, amma mən biraz bunu araşdırandan sonra ordum ki, botoksalindir. Botulatoksin. Bəli. Yəni ki, tam adı belə gedir. Bəli. Bu faktiki olaraq toksindir. Toksindir, bəli. Niyə görə insanlar toksini vurmalıdırlar üzlərinə, Nurlan xanım? Çünki o qədər vaxtında artıq 20 il öncəsi də o qədər bunun müsbət reklamı gedib ki, amma müsbət mən kavычkada deyəcəm. Çünki botulotoksini ilk dəfə uzun illər öncə, səhv eləmirəmsə, Hollandiyada istifadə verdilər və bunu ilk növbədə inəklərin üzərində bunu keçirdilər. Bəli. Ondan sonra oftalmologiyada çox istifadə olundu. Botoks. Oftalmologiyada müalicə məqsədi ilə istifadə olunanda gördülər ki, bu müəyyən dərəcədə hansısa əzələləri, hansısa yox, xüsusi elevator əzələləri var və s. və ilaxır, hansı ki bizim qaşlarımızı daha yuxarı saxlayır da, kömək eləyir. Onları fələc edərək, iflic edərək, daha doğrusu, mimikanı dondurur. Amma bir neçə il öncə şəxsən mən özüm oxudum ki, Fransada belə bir araşdırmada görüblər ki, 5 dəfədən çox botoks olunan xanımlarda ümumiyyətlə yaddaş pozuntusu daha çox müşahidə olunur. Çünki beyin yatır. Botoks edəndə biz əzələlərimizi iflic eləyirik və ora artıq siqnal ötmür. Mən bir dəfə neçə il bundan qabaq bir podkastda bunu danışdım.
çox neçə yüz minlərlə baxış yığdı. O podkast var hələ də və bir çox orada müsbət və mənfi rəylər oldu. Çünki heç kəs sözün düzünü, həqiqəti deməyə cəsarət eləmir. Mən bunu çəkinmədən deyəcəm. Amma fakt budur. Necə botoksun xeyri ola bilər Fərhad bəy? Bir şey ki toksindir, botulo toksindir. Bir şey ki sən artıq dərəcədə vursan, bu elm sübut eləyir. Bunu Nurlan Əmiyabi demir. Hətta ölümə gətirə bilər. Əgər sən dozirovkasını biraz artıq vursan. İndi hər dəfə, məsələn, mən pasiyentlərimdə nə görürəm? Gəlir deyir, mən 2 il botoks eləmişəm, artıq tutmur. Botoks tutmur. Ola bilərmi ki, Nurlan xanım, biz indi 3-cü ölkələrik, bizə göndərilən botoksların keyfiyyəti və s. sual altındadır və son illər biz görürük ki, sosial şəbəkələrdən, qonşu ölkələrdən çox keyfiyyətsiz botokslar məsələn gəlir ölkəyə, indi çox yaxşı ki, onları araşdırırlar və s. və ilaxır. Amma mən ümumiyyətlə xanımlara botoks tövsiyə etməzdim. Çünki dəyərli xanımlar, baxın, botoks ancaq sizin bir qırışınızı aça bilər, okey? Qırış açıldı. Amma qırış açıldı o demək deyil ki, siz üzr istəyirəm, çox gəncləşdiniz və çox gözəlləşdiniz. Siz özünüzü daxili qidalanmanla, sağlam həyat tərzi ilə, belə deyim, invaziv olmayan düzgün qulluqlarla tam bərpa eləyə bilərsiniz. Sadəcə tədricən. Bu bir tərəfi, ikinci tərəfi də o idi ki, yəni ki, Azərbaycanda istifadə olunan botoksun 90%, yəni ki, keyfiyyətsiz ya da ki, fake məhsullardır. Bəli, deyim ki, yaxşı allerganın botoksu olsa, deyim cəhənnəmədə heç olmasa bilirsən ki, uzun illərdir işləyən bir firmadır. Amma çox ucuz qiymətə, demək olar ki, istənib podvalda, balaca salonlarda, hər yerdə 50 manata, 40 manata. Yəni bunu eləyirlər də, yəni ki, fəlsəfi olaraq mənim narahatlığım nədədir? Biz qadınlarımızı belə böyütmüşük ki, yəni cəmiyyət olaraq onlar öz dəyərini gözəl və cavan qalmaqda görürlər. Əgər cavanlıq və gözəllik yoxdursa, onlar özünü dəyərsiz hesab etməyə başlayırlar. Yəni güzgüyə baxırlar, yəni ki 40 yaşa yaxınlaşıram. Artıq beyində o proseslər gedir, qırışlar formalaşır. Mən artıq deyək ki cavanlığımın son 10 iliyinə girmişəm və deməli cəmiyyət məni dəyərləndirməyəcəkdir. Mən xaricdə bu var, yəni aging gracefully, belə mülayimcəsinə qocalma məsələsi var. O ki, qırışdır da. Yəni ki, sənin dəyərin, sənin gözəl qocalma. Yəni ki, sənin dəyərin sənin gözəlliyində deyil, sənin insanlığındadır, sənin qatdığın dəyərdədir. Və məhz bu səbəbdən və bütün bu düşünürəm ucuz marketinq strategiyası qadınların bu həssaslığına toxunur. Qocalmayın. 25 yaşında cavan, gözəl qadından botoks vurdurmaq, onu çağırmaq, mən düşünürəm günahdan başqa, yəni ki, bunun cinayət məcəlləsi artıq bir nəsə açmaq lazımdır ki, bütün bunun qarşısını alaq. Bu yaxınlarda bir dostum öz qızı barədə deyirdi. 16 yaşında qızdır və artıq retinoldan istifadə etməyə başlayıb 16 yaşında. Deyir ki, TikTok'da da görübdü və mən retinol barədə 40 yaşımda xəbər tutmuşam ki, belə bir şey var da. Ümumiyyətlə, bu isə 15 yaşında qız artıq retinoidlərdən istifadə edir. Retinolla bağlı fikriniz nədir? Dəyərmi, dəyməzmi? Neçə yaşından sonra bütün bunlara baxmaq lazımdır? Retinolu 100% 16-18 yaşında istifadə eləmək lazım deyil, dəyməz. Amma retinoidlər indi çox aktualdır. Retinol anti-age prosedurlarda istifadə oluna bilər. Amma ilk növbədə retinolu yavaş-yavaş daxil eləməliyik həyatımıza. Bu mütləq ancaq gecə məsləhət görərdim vurulsun. Həftədə 2 dəfə başlamaqla, yavaş-yavaş. Biri var retinol, biri var retinoidlər. Bunlar fərqli bir şeylərdir. Deməli, indi artıq elə brendlər var ki, retinolu kapsula formasında çıxardıblar. Mən bunu çox bəyənirəm. Bu daha retinolun təhlükəsiz formasıdır. Çünki biz götürsək, retinol xüsusi formuladır, vitamin A-nın formulasıdır. Amma heç kəs retinolun əks təsirindən danışmır. Yəni, retinol quruluq verə bilir, retinol qızartı verə bilir, yanma verə bilir. Əgər kremdə tərkibi çoxdursa. Siz kapsula deyəndə daxil olmaq üçün kapsula nəzərdə tutursunuz? Yox, kremin içində olur o. Buna deyirlər zakapsulirованная forma retinola. Bunu kremin içinə yerləşdirirlər. Kremi üzə çəkəndən sonra o kapsula dərinin altında partlayır və
yavaş-yavaş retinolun yumşaq təsirini göstərməyə başlayır və retinolun yanında da xüsusi yenə peptidlər əlavə eləyirlər ki, gəncləşmə daha gözəl və tez baş versin. Retinol amma bilirsiniz, retinolu son dövrdə yaxşı bu mövzuya toxunduq. O qədər reklam eləyirlər ki, sanki retinoldan başqa bir maddə yoxdur. İndi çox podkastlarda deyirlər retinol və vitamin C başqa heç bir maddə işləmir. Yəqin eşidibsiniz. Bu səhvdir. Bu yanlış fikirdir. Bu yenə də insanları düzgün yola çəkməməkdir. Retinol əgər bir qadın, bir bəy gəlirsə, artıq üzü qızarıbsa, lazer şlifovkadan sonra dəri nazikləşibsə, yanıbsa, pigment ləkələri var, ona necə retinol təyin eləyək? Bu nə dərəcədə savadlı, düzgün olar? Bu dərini ilk növbədə sos terapiya, bizdə proqram var. Sos terapiya proqramından bərpa eləməliyik. Dəri epidermis qatını bərpa eləməliyik. Müqavimətini qaldırmalıyıq. Ondan sonra ki, dəri sağlam oldu, ondan sonra retinoid təyin eləməliyik. Yoxsa indi biz başlasaq retinol haqqında ancaq müsbət danışaq, sabah xanımlar ki, baxırlar bizə və internetdən maskalar eləyirlər, sonra gəlirlər ki, Nurlan xanım, üzüm qızardı, üzüm yandı və mən də ona retinol verim, o daha da vəziyyəti gərginləşdirər. Ona görə ilk növbədə dərini sağlam saxlayırıq, ondan sonra anti-age kimi retinolu həyatımıza daxil edirik. Neçə yaşdan sonra? Retinol düşünürəm ki 38+. 38+. Bəli. Siz lazer şlifovkaya toxundunuz. Mənim özümdə də sizi tanımadığımdan öncə bir ideyam vardı ki, bu qışda, yəni ki CO2 ya da erbiumdan falandan nəsə üzümü düzəldim. Sizin fikriniz nədir bununla bağlı? Dəyər, dəyməz? Dəyməz. Niyə görə? Çünki heç bir lazer aparaturalarının təsirinə məndən heç kəs inciməsin, möcüzəsinə inanmıram. İnanmıram çünki görməmişəm nəticəni. Əgər nəticəsini görsəydim, papağımı çıxardardım burada, deyərdim bu işləyir. İşləmir. Baxın Fərhad bəy, mən prosedurların hansınısa nə antireklam niyyətindəyəm, nə pisləmək. Amma mən real insanım. Mən şirbirciyəm, real insanım. Mənə nəticəni göstər, mən deyim ki, həqiqətən burada nəticə var. Amma internetdə falanda var axı, yəni ki, üz dərisi elbə ki, qopur, yanır, 7-8 həftədən sonra təzədən çox gözəl mövzuya toxundunuz. Üz dərisi qopur, yanır. Bu travma deyilmi? Nə dərəcədə düzdür? Niyə üz dərisi yanmalıdır? Niyə vaxt var idi, karbon peeling var idi və hamı onu reklam eləyirdi. Nurlan Miyavi çıxdı, dedi ki, karbon peeling kosmetologiyada ən lazımsız prosedurdur. Yəqin ki, yadınızda o çıxışlarım. Smooth lifting ki, çox baha idi, karbon peeling və bir dənə də prosedur demişdim, lazer şlifovka. Dedim, məndən olsa kosmetologiyadan o 3 proseduru çıxardaram. Çünki üçü də dəri dağıdır. Biz dəri dağıtmırıq, biz dərini bərpa eləyirik. Bərpa eləmək lazımdır. Və sarı peeling, retinoid peeling, həmin o sizin lazer şlifovkanın işini görür. Buradan izləyirlər və sarı peeling lastami dərini çıxardır, tökür. Siz dediyiniz usul da dərini çıxardır, tökür. Və nə baş verir? Dəri çıxardandan sonra ləkə ilə həmin yeridə qalır. Yəni bu birbaşa pasiyenti allatmaqdır. Sözün əsl mənasında. Pasiyent nə olacaq bu prosedurdan sonra? Get dərin soyulacaq. Dəri soyuldu. Sonra gəlir pasiyent. Ləkə getmədi, qırış azalmadı, amma dəri soyuldu. Bu lazım idi mi bu reabilitasiya periodu? Mən bir həftə gözləyim ki, mənim dərim soyulsun. Sonra baxım güzgüyə, görüm ki, heç bir cavanlaşma baş vermədi. Mən heç parlamıram. Dərimin keyfiyyəti dəyişmədi. Mən sadəcə yox. Mən tərəfdarı deyiləm. Tamam. Kişilər üçün biz protokol qurduq. Siz dediniz ki, nəmləndirici krem olsun. Sonra günəşdən mühafizə kremi olsun. Əgər çölə çıxacaqlarsa, retinol əlavə etməyə 40+-dən söhbət gedir mənim yaşıdlarımdan. Məsələn, mənim öz protokolumda. Retinol əlavə etməyə məsləhət görürsünüz, hansısa bir krem yoxsa yox? Olar, retinol əlavə eləyə bilərsiniz, qış aylarında olsun bu. Bəli, niyə görə yay aylarında olmaz? Çünki retinol, öncə də dediyim kimi, vitamin A-nın xüsusi bir formulasıdır və güclüdür. Retinol günəş şüalarına çox həssasdır. Yəni, əgər retinol vurursansa, düzdür, səhər günəş qoruyucu vura bilərsiniz, 50 faktoru. Ancaq ehtiyac oldu. Daha çox retinol çünki biraz dərini ağardır və qırışları açır. Ağartdığı üçün də istər-istəməz bu zaşitli mantiya, müdafiə qatı nazildir. İstər-istəməz nazildir. Yayda isə günəş şüalarına daha vasprimçiv olur dəri. Ona görə daha yaxşı olardı ki, bunu qışda eləyəsiniz. Eyni protokolu
qadınlar üçün deyək də 35 yaşından sonraki minimum nədir, nə edə bilərlər qadınlar ki, öz dərilərinin cavanlığını qorusunlar? 30 plus 35-dən sonra deyək ki. Anti-age proqramlarına müraciət eləyə bilərlər. İndi kimsə mezoterapiya seçir, edə bilər. Əgər mezoterapiyanı faydalı hesab edirsinizmi? Mezoterapiya əgər dərinin səthi ölü hüceyrələrlə doludursa və bu hamıda belədir, heç bir mezoterapiya, heç bir biorevitalizasiya təsir göstərə bilməz. Onda bu aksiomadır. Nədən başlamağı tövsiyə edirsiniz? Dərinin ölü hüceyrələrdən dərin təmizlənməsi. Dəri nəfəs almalıdır. Dəri nəfəs almazsa, siz ona nə eləyirsiniz eləyin, o torpaq rəngi yenə qalacaq. Ev şəraitində buna nail olmaq olar, yoxsa mütləq kosmetoloqun yanına getmək lazım? Ev şəraitində əgər xanımların öz bildiyi, hansısa bəyəndiyi xüsusi skrablar, köpüklər, qamajdar, gellər, skatkalar varsa, bilir də neçə ildir istifadə edir, onun üzünə düşür. Onunla davam edib hansısa vitaminləri əgər inyeksiya şəklində eləmək istəyirsə, o gedib eləyə bilər. Öz bildiyi, etibar elədiyi kosmetoloqun da, həkimin də edə bilər. Ondan sonra o daha gözəl nəticə görər, nəinki baxılmayan dəriyə getsin onu eləsin. Ən azından budur, üzünüzü təmizləyin, ondan sonra nə edirsinizsə. Mütləq. Sırf ev şəraitində mən bir maksimum demokratik eləmək istəyirəm. Yəni ki, əlbəttə ki, kimsə imkanı varsa Nurlanna xanımın qəbuluna yazıla bilərsiniz ya da ki, istədiyiniz digər bir kosmetoloq qəbuluna. Amma evdə mən qadın olaraq 35 plusdayımsa, minimum protokolum nə olmalıdır? Səhər nə etməliyəm, günorta, axşam? Sizin fikriniz? Mən onu deyərəm, sadəcə dərilərin növü də var da. İndi baxın, yağlı dəri, məsaməli dəri başqa bir şey eləməlidir. Quru başqa, qırışdı olan dəri başqa. Amma mən çalışacağam indi bir komple deyim ki, hamısı istifadə eləsin də bundan. Deməli, səhər mütləq üzü yusunlar. Həftədə 2 dəfə mütləq qamajlardan istifadə eləsinlər. Əgər dəri yağlıdırsa. Qamaj nədir? Qamaj bu skrabdır, amma abraziv hissələri yoxdur. Yəni içində dənələri yoxdur ki, dəriyə zədə versin. Bu abrazivsiz. Onlara qamaj deyilir. Qamajlar adətən yağlı dəridə istifadə olunur. Bir də skatkalar yağlı dəridə istifadə olunur. Amma quru dəridə nejli skrablar istifadə olunur. Onlara deyirlər eksfoliant. Bunlar biraz fərqlidir. Və anti-age-də 35 plus artıq enzimlər istifadə olur. Enzim pudralar. Bu enzim pudralar bu papayadan, mangodan, belə turş meyvələrdən alınan bir paraşokdur. Hansı ki enzim şəklində dəriyə bu ölü hüceyrələrdən azad eləyir. Axşamlar məsələn vitamin C sıvırtkasını çəksinlər xanımlar. Səhər duracaqlar, dəriləri daha parlaq olacaq. Retinol, əgər dərin qırışları varsa, retinolu əlavə eləsinlər. Əgər yoxdursa dərin qırışlar, onda aşağı molekullu, sırf aşağı molekullu giluron turşulu kremlar ya konsentratlar ampulalarda olur ki, özləri evdə çəkə bilərlər. Yəni ampulanı açırlar, bir şpritsə çəkirlər onu, həftədə 2 dəfə onu axşamlar çəkə bilərlər. Və mütləq mən düşünürəm ki, pepsidlər bizim həyat tərzimizə çevrilib. Çünki inanın, möcüzə eləyirlər dəridə pepsidlər. Azərbaycanda rəsmi satışı varmı pepsidlərin? Xeyr, yoxdur. Odur da fundamental. Xeyr, yoxdur. Belə ümumiyyətlə kosmetik pepsid yəni üzə vuran da yoxsa iynə formasında? Yox, üzdən mən danışıram. Çünki invazivlə məşğul deyiləm, yəni daxili. Ancaq üzdən pepsidlər var ki, hansı ki indi Bakıda bəzi şəbəkələrdə tapmaq olur da pepsid sıvırtkası, tərkibini oxuyursan, görsən oligopepsid, heksapepsid 9, matrixil. Məsələn, Snake mən çox sevirəm. Snake bir maddədir ki, çox nadir tapılır. Pepsiddir maddə deyəndə, o da bizdə var. Alternativdir, botoksin alternatividir. O xanımlar ki, o bəylər ki, istəmir ki, üz mimikaları itə, danışanda qaş hərəkət eləyə, hər şey normal ola, o pepsidlərdən istifadə eləyir və o pepsidlərin üstünlüyü odur ki, o nakapливающий effekti var. Yəni ani deyil. Bəli. Baxın, Amerikada çoxdandır, mən əminəm ki, siz bunu bilirsiniz, eşidibsiz. Express proseduralar var. Bunu deyirlər red carpet. Yəni qırmızı xalıya çıxmaq üçün bir prosedur. O prosedur sadəcə 24 saat təsirə malikdir. Express prosedura.
Yəni uzanırsan, onu sizə edirlər, onu biz gətirmişik, var bizdə. Və sən sabah tədbirdə qırışsız görsənsən. Yoxdur heç nə. Nə gözaltı, nə üstü. 24 saatdan sonra hər bir şey qayıdır. Baxmayaraq ki, o prosedura bizdə də var, mən onu heç təklif eləmirəm pasiyentlərimə, çünki çox da bəyənmirəm onu mən. Hər şey ki, ani nəticə verir, mən onu bəyənmirəm. Mən düşünürəm ki, rekonstruksiya qlobal olmalıdır. Yəni aşağı qatlarından dəri bərpa olmalıdır ki, artıq o qırış özü əmələ gəlməz. Qırış açan əmələ gəlir. Əgər elastin yoxdursa, əgər dəridə su balansı yoxdursa, hidratasiya deposu yoxdursa, o istər-istəməz büzüşəcək və əmələ gələcək. Mənim burada bir dənə daha dərin bir sualım var. Buyurun. Bizim daxili sağlamlığımız, mən buna deyəndə daxili vitamin çatışmazlıqları ya da ki, qidalandığımız qida gərətindən çox şirniyyat yeyiriksə, bunlar necə təsir edir bizim üzümüzün keyfiyyətinə? Yəni ki, biz sırf olaraq zahiri kremlər, peptidlər vuraraq üzümüzü cavan saxlaya bilərikmi, yoxsa daxildən də cavanlaşmaq lazımdır ki, bu da üzdə özünü göstərəcəkdir? Daxildən vacibdir. Bu ən əsas şərtdir. Şəkər bərabərdir qırışlar. Yəni şəkər kimi üzdə, dəridə olan membranları, sırf membranları heç nə məhv eləmir, dağıtmır. Şəkərdən uzaq dursunlar. Mən bunu məsləhət görürəm. Əgər hətta istəsələr, indi bir qaşıq bal, təbii bal, ona heç. Ancaq daxili qidalanma çox vacibdir, çox düzgün vurğuluyursunuz. Daha çox göyərti yemək, daha çox tərəvəz yemək, meyvə günün birinci yarısında olsun, yəni saat 3-ə kimi daha yaxşıdır. Daxili mütləq, baxın, belə misal var da, deyir, мы всё то есть, что мы едим. Bu doğrudan biz nə yeyiriksə biz oyuq. Biz oyuq. Həqiqətən bu danılmaz bir faktdır və mən düşünürəm ki, əgər ən əsas da su, hava, bu iki. Əgər təmiz sudan içirsənsə və təmiz havada olursansa, həqiqətən dərivə bir müddət sonra əli vuranda, hətta elə xarici ölkələr var, adını çəkməyəcəm. Mən ora gəlib 2 həftə qalandan sonra gəlib özüm əli vuranda görürəm daha uprugi olub da, belə bilinir ki, oranın havasındandır, yaşıllığındandır. Bu mütləq təsir eləyir və daxili qidalanmada mütləq biodabavkalara da üstünlük verin. Mütləq. Əgər siz istəyirsinizsə çənə xəttiniz daha dəqiq olsun, üz konturlarınız düşməsin, yaşlandıqca K2 vitaminindən istifadə eləyin mənim əzizlərim. Bu çox vacibdir. K2 vitamini D3-lə bir yerdə qəbul eləyin. Çünki onda birbaşa sümüyə təsir eləyir. Sümük də təbii ki, çənədə də var, üzdə də, hər bir yerdə. Bu bizim karkasımızdır və eyni zamanda olmazsa olmaz, mənim sevimli bir ingrediyentimi deyəcəm. O da Q10-dur. Q10? Q10-da. Koenzim Q10. Bu da mitoxondriyaların uzun müddət cavan qalmasına və mitoxondriyanın razmerinin, uzunluğunun stabil qalmasına kömək eləyir. Çünki biz yaşlandıqca bizim mitoxondriyalar dərində qısalır. Mitoxondriya bizim enerji mənbəyimizdir də. Mitoxondriyalar bizim üzümüzdə, bizim hüceyrələrimizi və bizim əzələlərimizi, çünki bizim mышцalarımız elastivni voloknalar belə burulğan şəkildədir. Mitoxondriyalar onlara kömək eləyir ki, onlar elə qalsın. Yəni o özü bir uzun ömürlük biz gərək ona şərait yaradaq ki, olsun ki, dərimiz həmişə, ümumiyyətlə tək dərimiz yox, bədənimiz həmişə cavan və gözəl qalsın. Yəni bu biodabavkalardan mütləq istifadə eləsinlər. Vitamin C-də mütləq. Antioksidant mütləq. Daxili yoxsa üzə? Daxili. Səhər yeməyində mütləqdir, omega 3-6 mütləqdir. Yəni bu elə vitaminlər də maqneziumdakı mütləqdir. Omega 3-6, maqnezium. Maqnezium, hə, bunları uzun müddət qəbul edə bilərsiniz. Kollagen paraşokları olaraq su ilə qarışdırıb, onların nəsə əhəmiyyəti var, yoxsa xaş yemək ondan daha yaxşıdır? Xaş yemək ondan daha yaxşıdır. Tamam. Xaş sezonudur. Cavan qalmaq istəyirsə, dərinizə kollagen istəyirsə, ən dadlı su budur. Bəli. Mən özüm də son bir neçə ayda həm Setametdə daxili cavanlaşma prosedurlarını keçmişəm, analizlərini vermişəm, IV terapiya almışam, bütün balansı düzəltmişəm. Nə gözəl. Mən ki uzun müddət onsuz da sağlam qidalanıram, paralelində idmanla məşğul oluram deyənə, prinsipcə pis görsənməmişəm öz 43 yaşım üçün. Bəli. Bir ayda sizin yanınıza gəldim. Biz sizlə düzəltdiyimiz o baza paketi prinsipcə üzərimdə dənədim. Siz də izləyicilər
əvvəlki podkastıma baxın, Bəli. görün üzüm düzəlib, düzəlməyib, sizin də fikriniz Bəli. maraqlıdır. Və bu hələ ki sadəcə 4 prosedurdur. 4 seans eləmişik 4 cəmi, seans bəli. eləmişik, bəli. Mən adətən bura gələn qonaqlardan hansılar ki, cəmiyyət üçün çox dəyərlidir və dəyər verirlər, hər zaman xahiş edirəm ki, öz izləyicilərim üçün biz nə edə bilərik ki, onlar da bunu deneyə bilsinlər. Əlbəttə. Əvvəlcə deyim ki, kim üçün ki bu baha görsənə bilər, yəni ki bu prosedurlar. Amma yenə də dediyim bütün digər inyeksiyonal, lazer ya da ki üz dartma əməliyyatlarının falanla müqayisədə o qədər də baha deyil. Və hamı bilir ki, Nurlanə xanım heç zaman endirim falan heç kimə, nənə kimi verməyib də bütün tarix boyu. Lakin mən xahiş elədim, biz kişilər üçün bir proqram qurduq, Babyface for Him, yəni ki kişi üçün Babyface proqramı. Var 3 paketdən ibarətdir. Baza paketdə 3 dənə prosedur var, sonra ikinci paket gəlir əlavə 5 dənə prosedur və sonuncu paketdə də səhv etmirəmsə 4 prosedurumuz var. Siz bunu paket şəklində alsanız, Nurlanə xanımdan və potensialist promo kodunu desəz, yəni ki 10% endirim ala biləcəksiniz. Bunu güc bəla ilə Nurlanə xanım buna gətirmişəm. Yəni ki istəyirəm ki siz də dənəyəsiz mənə baxaraq. Mən 4 dənə proseduru keçmişəm. Hamısını öz üzərimdə dənəyəcəm, nəticələrini sizinlə paylaşacağam. Hələ davam eləyəcək sizlə. Mən o maraqlıdır. Mən özüm də görürəm ki, buradakı qırışlar azalıb, dalında qırışlar. Mən ümumiyyətlə mimikalarım çoxdur, həmişə belə oynadıram. Ona görə biraz çətindir də mənim alnımda nəsə etməyə. Yalan da deməyim, hardasa bir neçə il öncə 2 dəfə botoks da dənədim. Çox da araşdırmamışam. Bir xanımla görüşürdüm, o israrla bunu dedi ki, elə gələn sənə botoks lazımdır, həmişə burada qırışların çoxdur. Dənədim, xoşuma gəlmədi, cəmi 3 ay effekti oldu, ondan sonra da getdim. Sonra da oxudum ki, bu toksindir, ümumiyyət edim. Mən o qədər özümü çalışıram ki, toksindən uzaq tutum, mən şəkər yemirəm, şirniyyat yemirəm, çalışıram həftədə 3 dəfə idmanla məşğul, sonra gəl özü toksin vurdur da, yəni ki, niyə görə də? Ona görə ümumiyyətlə heç nə eləm, cəhənnəmə, qocalacamsa qocalacam. Çox düz seçim edirsiniz amma. Kişilərdə bir balaca üstünlük var, əlbəttə ki, yaş bizə elə bir ki, daha cazibədar göstərir də, yəni ki, necəsə qadınlar bu status simvolunu sevirlər və kişilər yaşlaşdıqca, yəni bunu bizdə daha çox gözəllik görürlər, nəinki əskiklik. Amma mən demək istəyirəm ki, yəni ki, qadınlar da normal gözəl yaşlananda bu problem deyil. Yəni ki, öz dəyərinizi, öz cavanlığınıza bağlamamalıdır, düşünürəm xanımlar, yoxsa bu çoxlu stresə gətirib çıxara biləcək psixoloji olaraq. Xanımlar baxıb özünü bəyənməyəndə güzgüdə sizin sözünüzə qüvvət, depressiyaya düşürlər. Amma elə xanımlar var ki, həqiqətən baxırsan, xanım gözəldir. Allah yaradıb da onu. Amma yenə də narazıdır. Yenə müdaxilə axtarır. Bunu belə eləsəm, gedim biraz bunu eləyim ki, məsələn, bəzi vaxt deyirik ki, yox da soruşanda və çox xoş olur ki, xanımlar bu qədər bizə etibar eləyir. Həqiqətən Fərhad bəy, yəni o qədər məsləhət eləyirlər ki, Nurlanə xanıma o qədər inanırlar ki, mən buradan xanımlara təşəkkür eləyirəm. Çünki illərlə gəlirlər yanıma və bilirlər ki, Nurlanə xanım heç vaxt nə isə artıq eləməyəcək və nə isə artıq təklif eləməyəcək. Yəni nədirsə odur. Ona görə düşünürəm ki, hətta toxunuşlar eləmək istəsəz, xanımlar invaziv yolla ya nə isə düzəltmək istəsəz, estetik olaraq minimalizm üstünlük verin, minimum. Yəni sizin üzünüzdə əgər siz dodaq düzəldirsinizsə, yanaq düzəldirsinizsə, sizin həkiminiz zərgər kimi olmalıdır, minimum. Yəni baxsınlar, desinlər nəsə gözəlləşib, amma nə tuta bilməsinlər. Bax, o gözəl işdir. Bir də burada xanımlara bəlkə səsləyərdim. Yüksək dəyərli kişi sizi enerjinizə görə sevəcəkdir. Sizin üzdəki qırışınıza görə sevib ya da sevməyəcəkdir. Və siz bunu dərd etdikcə gözəlləşim, o prosedur edim, bu prosedur edim. Yəni ki, Donatella Versace'yə baxa bilərsiniz, bir çox xarici Hollywood ulduzlarına baxa bilərsiniz. Özlərini nə günə salırlar sonda bütün bu stressdən, depressiyadan. Və əsas odur ki, siz qadın enerjisini itirirsiniz. Bunun cavanlığın arxasıca qaçaraq. Kişilərə bizə enerjiniz lazımdır, cavan enerjiniz lazımdır ki, siz daim olaraq güləriz olasınız və bizi də hardasa hüzura gətirib çıxarasınız. Ona görə sırf bunun üzərində daha çox fokus versəniz, nəinki cavan dərinin arxasıca qaçmağı, Nurlanə xanım özünə də baxanda enerjisini görürsünüz necə hiss olunur. Həm də ki, üzlərisi də dediyim kimi də mən heç vaxt onun yaşına heç vaxt verməzdim. Və bu pozitiv notda Nurlanə xanım sizinlə sağollaşmaq istərdim, minnətdaram. Təşəkkür edirəm. İnşallah məni sosial mediada izləyin, növbəti prosedurların nəticələrini kişilər üçün paylaşacağam. Qadınlar da buyura bilər. Nurlanə xanım həmişə sizə dəstək olar.
Təşəkkür edirəm Nurlan Mən xanım. təşəkkür edirəm dəvətiniz üçün və təşəkkür edirəm son çağırış üçün. Qadınlar üçün elə bir çağırış elədiniz ki, həqiqətən mən də bir qadınam. Mənə də çox xoş oldu sizin o son çağırışınız. Harda ki siz qadınları pozitiv enerji ötürməyə çağırırsınız. Çünki həqiqətən də bəylər üçün o daha üstündür. Həmişə gözəl qalın. Təşəkkür. Təşəkkürlər.